Xəbər verdiyimiz kimi Space TV-nin keçmiş direktoru Vada Korovinin qızının toyu baş tutub. Məclisə show biznesin bir çox tanınmış simaları qatılıb. Gecədə diqqət çəkən məqamlardan biri isə Vada Korovinin xanımı ilə etdiyi rəqs olub. Cütlüyün rəqs görüntüləri sosial şəbəkədə yayılıb. Onlar övladlarının toyunda müğənni Emil Bədalovun ifası altında rəqs eləyiblər. Qeyd eləyək ki, Vada Korovinin qızı Zarina Əli adlı bəylə ailə qurub. Oğluma qaynanan baxır, həftədə 2 dəfə yanıma gəlir. Mən özüm də istəyirəm ki, o daha çox atası ilə vaxt keçirsin. Əslində, mənlə nəfəs alır. Boş vaxtım olan kimi gəzintiyə gedirik. Bu sözləri rəqqasə Fatimə Fətəliyeva evdəkilərə salam verilişində deyib. O, oğlu Hüseynə yetəri qədər vaxt ayıra bilməməsini işlərinin çoxluğu ilə əlaqələndirib. Təkcə xınayaqda və efirdə olmuram, həm də gözəllik mərkəzinin rəhbəriyəm, gül salonum var. Tədbirlərim, çəkilişlərim olur. Bütün bunları bir araya gələndə çatdırmıram. Qeyd eləyək ki, rəqqasənin Aydan adlı bir qızı da var.